ağac aşıb maşın üstündədir. Yerdə də xanım var idi, bir dənə yaralı xanım var idi. Nizami rayonu Cəmşid Naxçıvanski 520 ünvanında iri gövdəli ağaclardan biri kökündən qoparaq yol kənarında park edilmiş avtomobillərdən birinin üzərinə aşıb. Hadisə nəticəsində vətəndaşlardan biri ağır xəsarət alıb, avtomobilə isə ciddi ziyan dəyib. Ani momentdə mağazaya girib çıxanda, yəni burada qalıq daim, gəlkidən idi. Yəni içəri girib çölə çıxanda gördük ki, ağac aşıb maşın üstündədir. Yerdə də xanım var idi, bir dənə yaralı xanım var idi. Xanım da maşın oradadır, o da yəqin ki, içəri girib çıxmaq istəyirmiş. Maşın ilə orada qaldı, xanım çıxıb getdi, yəni təcili yardıma apardılar. Sürülmüş ağac çoxdur burada. Yəni sakinə tərəfindən də nə qədər müraciət olunub ki, yəni bura vaxtında tədbir görülməli idi. Yəni indi belə pismasın, bu maşın olmasaydı, o xanım böyük ehtimal, yəni tam pis başqa cür olasıydı. Bu necə olacaq? Kim tərəfindən qarşılanacaq? Yəni bu vəziyyət yəni çətindir də, belə deyək. Qapılar açılmır demirlər, bağlı vəziyyətdədir. Bax orada o ağacları görsən, demişdik ki, o vaxtı gəlin o ağacları kəsmədilər. Bələdiyyəyə daha doğrusu xəbər göndərdik, video ilə göndərdik, YouTube ilə göndərdik. Bu ağaclar burada bir dəfə qırıldı, az qaldı cəmaatın başına düşsün. Gəlib kəsmədilər 2 ay bundan qabaq. Bu maşın isə o xanımı qorudu. İndi gördük ki, skoraya qoydular, apardılar. Hadisə ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyindən isə bildirildi ki, vətəndaşlar qurumuş ağacların götürülməsi üçün müvafiq olaraq mülkiyyətçisi olan mərkəzi yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə, onlar da öz növbəsində rəy alınması üçün sözügedən agentliyə müraciət etməlidir. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə qeyd olundu ki, sözügedən ağacın götürülmə rəyi olmadığından onun daha öncə kəsilərək götürülməsi mümkün deyildi. O da əlavə edildi ki, birlik yalnız müvafiq dövlət qurumunun rəyi əsasında ağacların götürülməsini həyata keçirir. Mövcud qanunvericiliyə görə hər bir ağacın müvafiq dövlət qurumu tərəfindən verilmiş individual rəyi mövcud olmalıdır. Yalnız o halda ağac kəsilə bilər deyə qurumdan bildirilib. Lakin bizə müsahibə verən sakinlərin dediklərindən belə aydın olur ki, onlar məsələ ilə bağlı dəfələrlə bələdiyyəyə müraciət etsələr də onlara məhəl qoyan olmayıb.